52. N bərabər 2n verib, 2 vurulsun əkob, çıxılsın 3 vurulsun əbob, 33 olarsa m üstəgəl n cəmini tapın. Gəlin uşaqlar, n bərabər 2n əvəz etməsini aparaq əbob əkobda yerinə qoyaq. Görək bundan neyləyə bilərik? 2 vurulsun əkob. Bax, 2 üstü 3 üstü m var burada. M-in yerinə gətirib 2n yazacağım. Olacaq 2 üstü n, bir də 3 üstü 2n. Çıxılsın 3 vurulsun əbob. Deməli, 2 üstü m-in əvəzinə 2n yazıram. 3 üstü n bərabərdir 33. Sonra 2 vurulsun əkob. Burada nə edirik? 2 üstü n-i saxlayıram. 3 üstü 2n, 3 üstü 2n, 3 üstündə 2, onun da üstü n deməkdir. Üstlər vurulanda yenə 2n edir. 3-ün kvadratı da 9-dur. 9 üstü n. Yəni 3 üstü 2n, 9 üstü n olur. Çıxılsın 3 vurulsun əbob. 2 üstü 2n də olur. 2-nin kvadratı 4, 4-ün üstü n, 3-ün üstü n bərabərdir 33. Bu şəkildə yazdım. İndi gəlin araşdırma aparaq. 2 vurulsun əkob 2 üstü n, 9 üstü n. Uşaqlar, 2 üstü n, 2 ilə 9-un əkobu neçədir? 2 ilə 9-un əkobu 18. Onda 2 üstü n ilə 9 üstü n-in əkobu neçə olar? 8 üstü. 18 üstü n. Olacaq 2 vurulsun 18 üstü n, çıxılsın 3 vurulsun. 4 ilə 3 ardıcıl ədəddir. Onların əbobu 1-dir. 1. Onda onların qüvvətlərinin də əbobu 1-dir də. Çünki 4-ü neçə dəfə öz-özünə vursan, 3-ü neçə dəfə öz-özünə vursan, onların hər ikisinin ortaq böləni olmayacaq. Yəni 3 vurulsun 1 bərabərdir 33. Demək, 2 vurulsun 18-in üstü n bərabərdir. 3-ü 1-ə vururam, mənfi 3 edir. Bunu sağa keçirdirəm, 33-ün üstünə gəlirəm 36. Hər tərəfi 2-yə bölürəm. 18 üstü n bərabərdir 18. 18-in üstündə nə var? 1 var. 1 var. Bu ifadələrin bir-birinə bərabər olması üçün n-in yerinə gərək ki 1 yazam ki 18 üstü 1 bərabər 18 üstü 1 olsun. N-i tapdım. Və burada şərt vermişdi axı. M 2n-ə bərabərdir. M 2n-dir. Yoxsa misalda şərt verir. Bax solda. Onda o da bərabərdir. 2 vurulsun 1, o da eləcək 2. M-i də tapdıq. N-i də tapmışıq. Bizdən soruşur ki, m üstəgəl m cəmini tapın. M üstəgəl n bərabərdir. 2 üstə gəlinsin 1 bərabərdir 3. Demək, 53-cü sualın cavabı 3-ə bərabərdir. Aydındır. Cavab 3. Kimə nə aydın olmasa soruşsun, izah edəcəm. Uşaqlar, 53-cü sualda eyni bu qayda ilədir. Onu da yenə özünüz oturub yazarsınız. Gəlin baxaq 54-cü sual. 54. Əbob deməli m n-i verib 108. Aha. M bərabərdir 4 vurulsun 3 üstündə k üstə gəl 2 verib. N bərabərdir 12 üstündə k verib. M-i tapın deyir. Yaxşı. Bu şəkildə yazsaq, M-i N-i aparıb yerinə qoysaq, əbob nədir? Ən böyük ortaq böləndir. Da hər ikisində olanı götürürük də. Hər ikisində olan vuruqların hasili onların ən böyük ortaq böləni verir bizə. Biraz çevirmələr aparaq da. 4 vurulsun 3 üstü k üstə gəl 2-ni yazaram 3 üstü k vurulsun 3 üstü 2. Vuranda üstlər toplanır da. Bərabərdir. 3 üstü 2, 36, 9 edir. 9 da 4'ə vurulur. 36 vurulsun 3 üstü k. Bu oldu m-in qiyməti. 12 üstü k-nı da uşaqlar 3 vurulsun 4 üstü k yazıram. O da olur 3 üstündə k vurulsun 4 üstündə k. İndi onu aparıb əbobda yerinə qoysaq, görək bu bizə nə verəcək? Əbob
M'in yerinə yazıram 36 vurulsun 3 üstündə K. N'in yerinə yazıram 3 üstündə K vurulsun 4 üstündə K. Bərabərdir 108. 8. İndi uşaqlar, əbov dedik hər ikisində olandır da, ortaq böləndir. Görürsünüz, 3 üstü K vuruğu hər ikisində var. Deməli, 3 üstü K bunların üçün ortaq vuruqdur. O, əbovu 3 üstü K yazdıq. Bir də burada var, 36 ilə 4 üstündə K. Təbii ki, burada K natural ədəddir də, yəqin ki. K natural ədəddir, bəli. Burada 4 üstündə K. Burada isə 36-dır. Uşaqlar 4-ün üstünə 1 yazsam, 4 üstü 1, 4 eləyər. 4 üstü 2, 8 eləyər. 4 üstü 3, 4 üstü 3, 16. 4 üstü 3, 64. Bu şəkildə yaza bilərik də biz bunları. Fikir verin, 4 də 16 da 64-dür. Bunların hamısının 36 ilə ortaq böləni 4 olur. Deməli, bu 36 ilə 4 üstü K-dan da 4 çıxır. 4 çıxır. Yəni, əbov. Demək, əbov oldu 3 vurulsun 4. 3 üstü K vurulsun 4. Bərabərdir 108. Hər tərəfi 104-ə bölürəm. 3 üstü K bərabərdir. 108-i 4-ə bölürəm. 27. 3 üstü K bərabərdir. 27 də 3-ün kubudur. Onda əsaslar eynidirsə, üstlər də bərabər olmalıdır. K 3-ə bərabərdir. Mən K-nı tapdım. Məndən M-i soruşur da. M-ə nə demişdim? M-ə demişdim. Bir də burada yazmışam, baxın. 36 vurulsun 3 üstü K. Onda olacaq 36 vurulsun 3 üstü 3. Yəni 27. 27. 36-nı da 27-yə vurmalıyıq. 972. 972 olacaq cavabımız. Bu şəkildə deyə bilər. Bu da 54-cü sual. Eyni qayda ilə 55-ci sualı da bu formada yazarsınız. Keçək 56-cı suala. Görək burada necə yazırıq. 56. Uyğunluğu müəyyən edin. Əbov bilirik ki, ən böyük ortaq böləndir. Yəni, verilmiş ədədlərin hər birinin qalıqsız bölündüyü ən böyük ədədə bu ədədlərin ən böyük ortaq böləndir. Birincidə yazılıb ki, əbov MN bərabərdir 20. MN 20-yə bərabərdirsə, bu o deməkdir ki, bu 20 M və N'in hər birinin qalıqsız bölündüyü ən böyük ədəddir. Yəni, M də 20-yə bölünür, N də 20-yə bölünür. İndi gəlin, variantları araşdıraq görə hansına uyğun gələr. A bəndində nə yazıb? M və N ədədləri həmişə 4-ə bölünür. Bəli. Çünki bir ədəd 20-yə bölünürsə, deməli o 4-ə bölünəcəkdir. Çünki 4 20-nin bölənidir axı. Yəni birincini A-ya uyğunlaşdırdıq. Birincini hamısı üçün yoxlamalıyıq. İkinci, M və N ədədlər 3-ə bölünür. Xeyr, 20-yə bölünən 3-ə bölünməz axı. Bəzisi bölünür, bəzisi bölünməz. C, M və N ədədlər qarşılıqlı sadə ola bilər. Qarşılıqlı sadə olsaydı 1 eləyərdi axı. D-də nə deyir? M və N ədədlər həmişə ona bölünür, bəli. 20-yə bölünürsə ona da bölünür da. Demək, bir A-ya da uyğun gəlir. D-yə də uyğun gəlir. D-yə də uyğun gəlir. Birincini uyğunlaşdırdıq. İkincini tapaq. Əkob MN bərabərdir 7. Əkob olanda deyirdi ki, deməli 7. Əkob 7-dirsə, deməli 7 həm M-ə, həm də N-ə bölünən ən kiçik natural ədəddir. 7 neçəyə bölünür uşaqlar? 7 1-ə bölünür, bir də 7-yə bölünür. 1-ə bölünür, 7-yə bölünür. Deməli bu M ya 1-dir, ya da ki 7-dir. Bu N isə o da yenə ya 1-dir, ya da 7-dir. Çünki B bəndinə uyğundur. Yəni bunlar hərəsi iki fərqli qiymət ala bilər. B-dən C-yə. E-yə uyğun gəlir, bəli. Bəs C-yə, bəli.
Qarşılıqlı sadə ola bilər də. Qarşılıqlı Bir sadə. istənilən ədədlə qarşılıqlı sadədir axı. Demək ikinci uyğun gəldi C ilə E-yə. Qaldı üçüncü. Əbobu 15 verib. 15 deməli bu M də 15-ə bölünməlidir. N də 15-ə bölünməlidir. 15-ə bölünən Evet. ədədlər təbii ki 3-ə də bölünər də, düzdür? Üçüncü də Bəli. uyğun gəlir B-yə. İyi. Demək uyğunlaşdırdıq. 1 A D. Bu neçənci sualdır? 56. 56. 1 A D, 2 C E, 3 də B. Doğru. 57-ci sualda eyni bunun kimidir. Bunu özünüz yazarsınız. 58 fərqlidir. Gəlin 58-i yazın. Uşaqlar, burada ortaq olmayan sadə vurğuların hasilindən, əbobdan, əkobdan danışılırsa, burada düsturlarımızı yazaq. Düsturlarımız necə idi? Əbobun kvadratı. Əbob kvadratı AB bərabər idi A vurulsun B bölünsün C. Bir də əkobun kvadratı AB. A vur B vur C. A vur B vur C. Bu düsturlarımız var. İndi birincidə nə verib? Əbobu verib 6. C-ni də veriblər 4. Gəlin indi birinci düstur üçün uyğunlaşdırmalıyıq da bunu. Çünki əbobda axı. Əbobun yerinə 6 yazacağam, C-nin yerinə 4 yazacağım. Olacaq 36 bərabərdir AB bölünsün 4. A B bölünsün 4. Çünki əbobun 6-dırsa kvadrat 36-dır. Buradan 4-ü 36-ya vururam, AB-ni tapıram 144. Deməli birincini tapdım. Uyğun gəldi B-yə. B bəli. D. Aha. Hələ əkoblarla işim yoxdur. Əkobları sonra taparam. Birinci əbobları uyğunlaşdıraq. Sonra ikincidə nə verib? Əbobu 4 verib. Aha. Onda olacaq 4-ün kvadratı bərabərdir. Yəni 16 bərabərdir. AB bölünsün 4. AB bərabərdir 64. İkinci uyğun gəldi A-ya. Üçüncüdə əbobu 8 verib. 8 veribsə onda olacaq 8-in kvadratı 64 bərabərdir. AB bölünsün C. C də 4-də axı. Onda AB bərabərdir 256. Bu uyğunluq yoxdur. Əbobu uyğunlaşdırdım. İndi keçirəm əkobları uyğunlaşdırmağa. Orada uşaqlar bir də baxın. E bəndinə baxın. AB bölünsün C 64. 64 neçənin kvadratı? Əbob 8 deyəndə 3-cü uyğun gəlir E-yə. Mən o birisiləri də sildim ki. 3-cü uyğun gəldi E-yə. Bir nəyə uyğun gəlmişdi? Bir A-ya uyğun gəlmişdi də. Yox. B-yə uyğun gəlmişdi. 2 A-ya 2 A-ya uyğun gəlmişdi də, hə? Hə. Qaldı əkoblar. İndi burada əkobları tapmalıyıq da neçə eləyir? Uşaqlar, C bərabərdir əkob AB bölünsün əbob AB düsturumuz var, düzdür? B. Aha. C-ni neçə veriblər? 4. C-nin yerinə 4 yazıram. Əkobun yerinə elə əkob yazıram. AB. Əbob birincidə əbobu nə verib? 6. Əbob 6 olsa əkob 24 edir. Birinci üçün əkob 24-dür. Bir deməli C-yə də uyğun gəlir. Sonra 6-nı silirəm. Əbobun yerinə bir dəfə də 4 yazsam, əkob 16 eləyəcək. 16-sı var, yoxdur. Bir də əbobun yerinə 8 yazsam, 32 eləyər, o da D-yə uyğun gələr. Demək 3 uyğun gəlir. E ilə D-yə. 1 BC oldu 1. Neçənci sualdır bu? 58. 1 BC, 2 A, 3 D. 3 7. Doğru. Bu 58-ci sualımız. 59 da eyni bu qayda ilə gedəcək. Düsturlar qaydası nə hesablayasınız? 60. Aha, uyğunluğu müəyyən edin. A ədədi B-nin bölənidir. Elə bunu burada yazmaq olar da 1, 2, 3. A B-nin bölənidirsə, yəni burada bölən A-dır, bölünən B-dir. Yəni əbob A-dır, əkob B-dir.
Çünki əbob kiçiyə, yəni bölənə, əbob böyüyə bərabərdir. İndi birincidə yazıblar, əkob bölünsün əbob. Əkobumuz dedik B eləyir, əbobumuz A eləyir. Onda olur B bölünsün A. B bölünən. Uyğun gəlir B D. bəndir. Niyə? İkinci, əkob AB çıxılsın əbob AB. Əkoba B dedik, əboba A dedik. Olur B çıxılsın A. B çıxaq A. C var. C. B bəndir. Üçüncüdə əkob AB üstə gəl əbob A. Olur B üstə gəl A. B üstə gəl A. B bəndir. 1. D, C. Başa düşdünüz? Digərləri Bəli. uyğun gəlmir. Yəni hökm deyil ki, hamısı uyğun gəlsin. Uyğun gəlməyə də bilər. Sonra keçdik 61-ə. 61 də fərqlidir. Bunu da izah eləyək. Nə deyir burada? C ədədi A və B ədəd natural ədədlərinin ortaq olmayan sadə vurğularının hasilidir. A və B üçün uyğunluğu müəyyən edin. Uşaqlar, birincidə A-nı verib 2 vurulsun, 2 vurulsun 3. B-ni də verib. Və cavablarda əboblarda var, əkoblar da var. Gəlin, əbobu da tapaq. Hər biri üçün əbobu da tapaq. Əkobu da tapaq. C-ni də tapaq. Çünki variantlarda əbob var, əkob var, C var. Deməli, bunların üçü üçün də, hər üçü üçün əbobu, əkobu, C-ni tapaq. Birinci üçün araşdıraq da A nədir? 2 vurulsun 2 vurulsun 3. B isə 2 vurulsun 3 vurulsun 5-dir. Mən bunların əbobunu tapsam, əbob hər ikisində olandır. Demək olacaq 2 2 vurulsun 3 olacaq, eləmi? 6. 6. Əbobu 6 eləyən var orada? Xeyr. Gəlin bunlar üçün əkobu tapaq. Əkob çox olandır da. 2-lər birincidə çoxdur. 3 eyni olanda birini götürürəm. 5 də bu birisində çoxdur. 60. 60. Aha. 60 elədi. 60 da yoxdur. Nə də onları bir-birinə vursaq da 60 eləməz də. Birincidə görürsüz yazıb ki, A vur B yazıb. A-nı B-yə vuranda 60 eləmir axı, o böyük ədəd eləyir. Hə. Birinci üçün nə qaldı? C. C nədir? Ortaq olmayanlar. Ortaq olanları silirəm. Bu 2-lər silindi. Bu 3-lər də silindi. 2 ilə 5 ortaq olmayan 10 eləyir də. Demək, birinci uyğun gəlir D-yə. Ortaq olmayanların hansı D? Keçdi ikincini araşdıraq. A bərabərdir 2 vur 7. B bərabərdir 5 vur 11. Uşaqlar, biz bunların əbobunu tapsıq. 1. Əbobu 1-dir. Düzdür? Çünki bunların ortağı yoxdur axı. Deməli, 2 uyğun gəlir B-yə. Əkobu nə olacaq? Əbobu 1-dirsə, əkob hasil olacaq da. Düzdür? Demək, ikinci uyğun gəlir A-la B-yə. Keçdi üçüncüyə. Üçüncüdə. Yox, ikinci üçün C-ni tapıram da, ikisinə uyğun gəldi. Çünki birdə axı olar üçün C. Ortaq olmayanları elə əkobu verirdi orada. Üçüncü, deməli, əbobu olacaq 2-lər eynidir. 3-lər eynidir, 5-lər eynidir. Əbobu olacaq 2 vurulsun, 3 vurulsun 5. Şöyle 2 vurulsun, 3 vurulsun 5 ilə A-nı verir axı bizə. Onda əbobu elə A-dır. Başa düşdünüz? Bir dənə orada C bəndi qabda. C-ni tapaq da, silək, o eyni olanları silək. 2-lər getdi, 3-lər getdi, 5-lər getdi. Bunun C-si 7 eləməlidir, 7 də yoxdur da. Deməli 1 D-yə, 1 uyğun gəldi D-yə, 2 A B-yə, 3 E-yə. Başa düşdünüz? Sonra keçdik 62-yə. Uyğunluğu müəyyən edin. Gəlin araşdıraq da, görək burada nə uyğunluq var. Birincidə nə yazıb? A və B qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərdirsə C ilə D-yə. Deməli, C ilə D-yə uyğun gəlir də. Əkobu A vur B olur. Əbobu isə 1 olur. Deməli, 1-i tapdıq. C ilə D. 2-də nə deyir? A ədədi B-nin bölənidir. A B-nin bölənidirsə, yəni burada B bölünən olur da. Əbobu A olur. Əbobu A olur. Əkobu B olur. Bir dənə A bəndinə uyğun gəlir. A bəndinə uyğun gəlir. Üçüncüdə nə yazıb? A ədədi B-nin bölünənidir. Bax, burada görürsünüz, tərsinə yazıblar. A B-nin bölünənidir. Yəni burada bölən B-dir, bölünən A-dır.
Onda əkob A-dır, əbob B-dir. Deməli B-yə uyğun gəlir. B-yə uyğun gəlir. Başa düşdünüz? 1 CD, 2A, 3 də B. 3B. Bir də E uyğun gəlmədi. E uyğun Uyğun gəlir. gəlmir. Əkobu 1 eləyən 2 yoxdur. bab Aha. cavabına Bəli. Sonra 63. Uyğunluğu müəyyən edin. Uşaqlar, birincinin əbobu A eləyib. Əbob A eləyibsə, deməli A B-nin nəyi imiş? Böləni. B A-nın bölünəni imiş. Birinci üçün deməli B hansı var. olacaq? Bəli, B. Çünki əbobu A eləyirsə, əkobu B eləyir də. Çünki bölünənə bərabər olur axı. Bir uyğun gəlir B-yə. Digərləri uyğun gəlmir. İkinci. İkinci A'ya. Əkob hasilə bərabər olubsa qarşılıqlı sadədir. İkinci uyğun gəlir A-ya, bir də C-yə. Çünki qarşılıqlı sadə olanda əbobu 1 eləyir axı. Üçüncüdə əkob AB bərabər A veribsə, deməli A B-nin bölünənidir. O da olur D-yə də A B-nin bölünənidir. Düzdür? B. Demə 1B, 2AC, 3 də D. Şəkildə deyə bilərik. Sonra 64. Uyğunluğu müəyyən edindir. Bu tipli suallarda uşaqlar ortaq vuruq çıxartma ilə eləyirdik də. Gəlin indi bunu sağ tərəfdə səliqəli yazaq. Birinci. Əbob. Birbaşa ortaq vuruqlarımızı çıxardıq. N kvadratı üstə gəl N-dən N-i çıxardıram. N vurulsun, N üstə gəl 1 olur. O birisi olur N vurulsun, N üstə gəl 2. Bərabərdir 4. Əbob nədir? Burada N hər ikisində var. N-i çıxardıram əbobun qarşısına. N vurulsun əbob. N üstə gəl 1. Bir də N üstə gəl 2. Bərabərdir 4. Şu an N üstə gəl 1 ilə N üstə gəl 2 necə ədədlərdir? Ardıcıldır. Onlar əbobu 1 eləyir də, düzdür? Ardıcıl ədədlər qarşılıqlı sadədə əbobu 1 eləyir. Olur N vurulsun 1 bərabərdir 4. N-i də 1-ə vurulsun. Deməli, birinci sual üçün N 4-ə bərabərdir. Bunun ardı hansı tərəfdədir? Hə, bu tərəfdədir. Birinci üçün N 4-də. Onda gəlin indi qoyaq yerinə hesablayaq da. Birinci üçün N-i 4 tapdım. Onda nətər olacaq? Olacaq əbob. N-i yerinə 4 qoysam 16 üstə gəl 4 20. 16 üstə gəl 8 24. Birinci oldu 20 ilə 24. Gəl görək hansına uyğun gəlir? B-yə uyğun gəlir 1. Cəmi 44 eləyir. Cəmi 44. Əkobu 9-a bölünür? Xeyr, bunlar əkobu 9-a bölünmür. B-yə uyğun gəlir. B-yə uyğun gəlir. Bu tərəfdə də var axı. Əkobu 30-a bərabərdir? Xeyr. Cəmi 45-dir? Xeyr. Bu ədədlərin əkobu 14-ə bölünür? Xeyr. Birinci B-yə uyğun gəldi. Sonra keçirik. İkincini həmin qayda ilə uyğunlaşdırırıq. İkinci. Deməli, əbob. Birincidən orta vuruq N çıxır. Hər ikisindən N çıxır da. O N-i lap qarşıya çıxardıram. Qalır birincidə N üstə gəl 7. N üstə gəl 8. Bərabərdir 2. Və N üstə gəl 7 ilə N üstə gəl 8 ardıcıl ədədlər olduğuna görə qarşılıqlı sadədir. Əbobu 1 edir. O N vurulsun 1 bərabər 2. N bərabərdir 2. Onda ədədlərimiz necə olacaq? Əbob 2. 9 ilə 10. 9 ilə 10 olacaq, eləmi? Yox, 9 On ilə yox. 10 yox. İnşallah N var idi orada qarşıda. N-i neçə tap 2 qoyduq? 2-nin kvadratı 4, 14, 18 olacaq. Əbob 18. O birisi də 4 üstə gəl 16, 20. Demə 18, 20-dir. Eləmi? İndi gəlin bunu araşdıraq. 18 ilə 20-nin. Əkobu 9-a bölünər. Bəli, 18 ilə 20-nin əkobu. Çünki bunların əkobu elə bir ədəddir ki, 18-ə bölünməlidir də. 18-ə bölünən ədədlər 9-a bölünəcək axı. 2A-ya uyğun gəlir.
Cəmi 44-dür, xeyr, o uyğunlaşdırmışıq. O birlərə də baxaq. Çoğu 30'dur. Əkov 30-dur, xeyr. Cəmi 45-dir, xeyr. Əkov 14-ə bölünür, xeyr. 2 uyğun gəldi A-ya. Anladım. Sonra qaldı axırıncı, üçüncü. Gəl onu da eləyək. 1B oldu, 2A oldu. Bunu fikrimizdə saxlayaq. Bax, buraya yazıram. 1B, 2A. Çok. Axırıncıda da orta vuruq nə çıxır? Yenə N çıxır. N vurulsun, əbob. Deməli, N üstə gəl 4. N üstə gəl 5. 5. Bərabər 3. Var ardıcıl. Buradan da N-i 3 tapırıq da. Çünki bu ardıcıldır, əbobu 1 eləyir. N bərabər 3 qalır. 3-ü qoyuruq yerinə, olur əbob. 9 üstə gəl 12. 21. 9 üstə gəl 15. 24. Düz oldu. De. Demək 21 ilə 24. Cəmi 45'ti. Cəmi Dönen 45. Cəmi 45'ti. D-yə uyğun gəlir. Bir de E'ye. Bir də 14. əkov 14-ə bölünür. Bəli, cüt ədəddirsə 2-yə bölünəcək əkovu. Və 21-ə də bölünürsə 7-yə bölünür. 7-yə də 2-yə də bölünürsə 14-ə bölünür. Demək D ilə də E-yə uyğun gəlir. Bu da bizim 64-cü sualımız. Sonra keçirik 65-ə. İnşallah kim mənə başa düşməsə soruşsun, narahat olmayın. Uyğunluğu müəyyən edin. İnşallah bu da həmən sualdır da, o tipdədir. Bunu da özünüz eləyərsiniz. 66. Demək burada diaqram verilib. İnşallah diaqramın aşağıdakı üfüqü ox var, bax bu. Burada sadə vuruqlardır. Görürsünüz, adında da yazıb ki, sadə vuruqlar. Yəni sadə vuruqların biri 2-dir, biri 3-dür, biri 5-dir. Bu şaquli ox isə sadə vuruqların sayını göstərir. Yəni 2 vuruğundan neçəyə uyğun gəlir 2? 3-ə. 2-dən 3 dənədir. Yəni 2 üstündə 3-dür o. Yəni 2 vur 2 vur 2-dir də. Sadə vuruqların hasili şəklində göstərmir, ədədi. Deyir, A ədədinin müxtəlif sadə vuruqlar onların sayı verilmişdir. 3-dən deməli gedir 7 dənədir. Yox, 3-dən 7 dənədir uşaqlar. 3-dən 7 dənədir. 3 üstü 7. 5-dən isə 4 dənədir. 5 üstü 4. Yəni o A ədədi 2 üstü 3 vurulsun, 3 üstü 7 vurulsun, 5 üstü 4 imiş. Nə deyir? A ədədinin sadə vuruqlarının hasil şəklində yazın və onun sadə vuruqlarının sayını tapın. Tapaq da 2-dən 3 dənə, 3-dən 7 dənə, 5-dən də 4 dənə. Neçə dənə sadə vuruğu var? 14 dənə. 14 dənə sadə vuruğu var imiş. Bu şəkildə biz bunu deyə bilərik. Həmçinin 67 də eyni bu qayda ilə yazılacaq. 68. Diaqramda A, B, C natural ədədlərinin sadə vuruqları və onların sayı verilmişdir. Gördüyümüz kimi bax uşaqlar, deyə babur sağda verib. Bax bu sütun A-ya aiddir. Bu sütun B-yə aiddir. Bu sütun da C-yə aiddir. Şəkildə də yəni bax bu A-dır, bu B-dir, bu C-dir. Bu A-dır, bu B-dir, bu C-dir. Sağda onu göstəriblər. Əkob AB bölünsün, əbob BC-ni soruşur. İnşallah hər ikisində eyni ədədlər olsaydı biz C-ni tapardıq da ortaq olmayan. Amma əkob başqa ədəddir, əbob başqa ədəddir. Onda ayrı-ayrı hesablamalıyıq. Hə. A ilə B-nin əkobunu tapaq da indi. Şu an A-nın sadə vuruqlarını yazaq da. Deməli 3 bax bu 3-dür. Sadə vuruqlar ancaq 3-dən 7-lərdir. Başqa sadə vuruq yoxdur. 2 sadə vuruq var. 3-dür, bir də 7-dir. Burada da sol tərəfdə onların sayı verilib. A-da neçədən 3 var? 6 dənə. Yəni A 3 üstü 6-dır. A-da neçə dənə 7 var? 3 dənə. Vurulsun 7 üstü 3. Deməli A-nı tapdıq. A 3 üstü 6 vurulsun 7 üstü 3. Sonra B-ni tapağın. B 3 üstü 4. Bax B görürsünüz. B 3 üstü 4 vurulsun
7-dən B-də 7-dən 7 üstü 7. 7. C-ni də tapaq. C deməli C-də 3-dən 5 dənədir. 3 üstü 5 vurulsun 7 üstü 6. Ah, tapdıq belə. İndi A ilə B-nin əkobun B ilə C-nin əbobuna bölməliyik. Sonra əkob olanda demişdik çox olan götürülür də. Bax A ilə B bu ikisinin əkobunu tapmalıyıq. Sürətlə əkоб. Deməli 3-lərdən 3 üstü 6 götürüləcək. 7-lərdən 7 üstü 7. Üstü böyük olanlar götürülür əkov və hər birindən iştirak eləməlidir. B ilə C-nin isə əbobunu tapmalıyıq. Əbobunu tapanda isə biz üstü az olan 3 üstü 4'ü götürməliyəm. 7 üstü 6. Aha, indi 3 üstü 6 ilə 3 üstü 4 ixtisar edir. Burada 3 üstü 2 qalır. Məxrəcdə 1 qalır. 7 üstü 7 ilə də 7 üstü 6 ixtisar edir. 7 üstü 1 qalır surətdə. Məxrəc qalmadı. Oldu 3 üstü 2 9. 7 üstü 1 də 7. 9 vur 7 63. 68-ci sualın cavabı 63. Normal sual. Yəni biraz diqqətli olsaz çətin sual deyil. 69 da eyni bu qaydayla. 69 asandır. A ilə əbobun verib də A ilə B-nin əbobun verib 441. Yox, 69 biraz fərqli. Gəlin bunu yazaq. 69. Deməli A və B natural ədədlərinin müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. Şəkildə görürük onları. Əbob AB 441 olarsa K-nı tapın. Deməli, birinci bu A-dır. Yəni bunlar A-dır. Bu çərpicilər isə B-dir. Gəlin A-nın sadə vurğuların hasil şəklini göstərək də. 3-dən neçə dənədir? 6 dənə. 3 üstündə 6 vurulsun. Bu birisində də K-dan neçə dənədir? K-dan 2 dənə. Vurulsun K üstü 2. Bu oldu A. Keçdik B-nin sadə vurğularına. B-də 3-dən 2 dənədir. K-dan isə 7 dənədir. Və bunların əbobu 441-dir. Uşaqlar, əbob nə idi? Üstü kiçik olan. Deməli, 3-lərdən hansı seçiləcək? Yəni 3 üstü 2 seçiləcək. Aha, bu oldu bunların əbobu. Yəni bu 441-ə bərabərdir. K üstü 2 bərabərdir. 441-i bölürəm 3-ün kvadratını, yəni 9-a. 44-də 4 dəfə 36, 81-də 9 dəfə. Düşdü 49. K-nın kvadratı 49-da K plus minus 7 eləyir. Yəni kvadratı 49 eləyən 2 ədəd vardır. Amma burada söhbət natural ədədlərdən getdiyinə görə mənfi 7-ni buradan çıxıram. Cavabım olur 7. Yəni K-nı soruşurdu. 69 sual 7. Sonra 70. Sonra 70-ci sualda AB bölünsün əbob kvadratı AB soruşur. Yəni bu aşağıdakı biraz fərqli yazılıb. O elə əbob kvadratı AB ilə eyni yazılışdır. Görürsünüz, mötərəccə alıb ümumi kvadrat yazıblar. Yəni əbob kvadratı AB ilə eyni yazılışdır. Bu hansı düsturdur? Bax, əbob kvadratı AB bölünsün C bərabərdir AB bölünsün C-dir da, düzdür? Bax, bu məxrəci 1-də axı. Onda bu əbob kvadratı AB ilə C tənasübün kənar hədləri kimi baxa bilərik də biz bunlara. Və biz tənasübün kənar hədlərinin yerini dəyişəndə yenə də doğru tənasüb alınıraq. Onda onların yerini dəyişirəm. C-ni gətirirəm bura, əbobu aparıram AB-nin məxrəcinə. AB yazdım bu şəkildə. C-ni də ki məxrəci 1 ilə C olur da. C bərabər olur AB bölünsün əbob kvadratı AB. Demək ki, bu AB bölünsün əbob kvadratı AB ifadəsi C-yə bərabərdir. Bizdən C-ni soruşur. C nədir? Orta olmayan Görürsünüz, elə bu 5, 3,
7, 2. Elə bunlar A ilə B-nin ortaq olmayanları da, ortaq olanlar axı ortaya yazılmalıdır. Mən deməli onların hasilini tapacağam. 3 vur 5, vur 2, vur 7. 210. Az. 7. 5'i 2'ye vururam, 10 götürürəm. 3'ü 7'ye vururam, 21 götürürəm. 10'u da 21'e vururam. Cavabı tapıram 210. Başa düşdünüz? Həmçinin də 71 də eyni o qayda ilə tapılacaq. Sonra keçirik 72'ye bax. Şu an 72'ni yəqin ki yaza bilərsiniz. Bax M, bunlar M'dir. Bunlar M'dir. Bu birlər də M. Yəni M'in də sadə vurğularının içərisində 2 var, 3 var, 5 var. Yəni M belə olur da, M olur. M'də 2-dən neçə dənədir? 7 dənə. 2 üstü 7. 3-dən 3 dənədir. 5-dən 4 dənədir. Yəni bu M-in qrafiki hansıdırsa ona uyğun gələn sadə vurğu. N-i də tapırsınız, sonra əkobun əbobuna böləcəksiniz də. Yəni bunu məncə izah eləməyə ehtiyac yoxdur. Özünüz yazarsınız. Həmçinin 73'ü də özünüz yazarsınız. 74'ə baxaq görək burada fərqlilik varmı? Diaqramda natural A ədədinin müxtəlif sadə vurğuları, deməli A ədədinin sadə vurğularının biri 2-dir, biri 5-dir, biri də 13-dür. Müxtəlif sadə vurğular. Və onların sayı verilmişdir. A ədədi 160 və 520 ədədlərindən hansına qalıqsız bölünür? Şöyle görək A ədədi hansı ədəddir? 2-dən də 2-dəndir? 4 dənə. Baxırsınız, 2-dən gəlir, 2 gedir, 4-ün düşündə dayanır da. 2-dən 4 dənə vurulsun. 5-dən 7 dənə. 5 üstü 7. Çünki 1 artır da, bax. Bura 1-dir, 2-dir, 3-dür, 4-dür, 1 artır. 13-dən 11 dənə. 11 dənə. 13 üstü 11. Demək A ədədi budur. Deyir A ədədi 160 və 520 ədədlərindən hansına qalıqsız bölünür? Uşaqlar, indi belə eləyək də. Biz 160'ı da 520 də sadə vurğulara ayıraq. Görək bunların hansına bölünər? 160'ı sadə vurğulara ayırsam 2'yə bölünər 80. 2'yə bölünər 40. 2'yə bölünər 20. 2'yə bölünər 10. 2'yə bölünər 5. 5 də 5'ə 1. Baxın 160'da neçə dənə 2 var? 2, 3, 4, 5. Yəni 160, 2 üstü 5 vurulsun 5'dir. İndi siz deyin görüm A ədədi bu ədədə bölünər. A ədədi bölünməz. Çünki A'da 2-dən 4 dənədir, burada 5 dənədir. Burada 5 dənədir. 2 üstü 4, 2 üstü 5'ə bölünməyəcək. Heç o biriləri fikirləşmə. Demək 160'a bölünmür. 520'yə bölünəcək görək. 2'yə bölünür. 60, 260, 130, 130, 65, 5'e bölün 13, 13'te 13'e 1. Demək oldu 2 üstü 2, daha doğrusu 2 üstü 3, vurulsun 5, vurulsun 13. Bəli, 2 üstü 4, 2 üstü 3'e bölünər, bəli. 5 üstü 7, 5'e bölünər, bəli. 13 üstü 11, 11'e bölünər, bəli. Deməli, 520'yə həmin ədəd bölünəcək. Bu da 74. 75 də həmin o formada olacaq. Diaqramlar əslində də çətin olmur. Maraqlı diaqram sorular. 76. Gəldik. Demək, burada nədir? Dirəklər bastırmalıyıq. Uşaqlar, burada bir maraqlı məqam var. Bu dirək məsələlərində. Baxın, tutaq ki, düz bir yerdir. Məsələn, baxın. Düz bir yerdir. Hamı buradadır. bəli. Telefonu niyə quşladın? Bəli. Telefonda nəsə problem yaranıb internetində. Mənim getmişdi. Qayıtdım. Hə, uşaqlar, baxın burada tutaq ki, bu
məsələn, 70 metrədir. Bax, bu məsafə 70 metrdir. Mən bura 10 metrdən bir ağac əkəcəm. Neçə metrdən bir? 10 metrdən bir ağac əkəcəm. Gəlin əkək. Özə uclardan da başlayacağım ha. Bir ağac əkdim bura. 10 metr keçdi, birini də əkdim. Sonra 10 metr keçdi, birini də əkdim. 10 metr keçdi, bir ağac əkdim. 10 metr ölçdüm, bir ağac əkdim. 10 metr ölçdüm, bir ağac əkdim. 1, 2, 3, 4, 5. 10 metr ölçdüm, bir ağac əkdim. 10 metr ölçdüm, bir ağac əkdim. Və bunu bir axırım getdi. 10 metr ölçdüm, bir ağac əkdim. Fikir verin. 70 metr oldu mu? 10, 20, 30, 40, 50, 60, 70 birin artıq yazmışıq. Hə, 70 metr oldu mu? 10, 20, 30, 40, 50, 60, 70 metr məsafə idi. Görək neçə dənə ağac düşdü. 1, 2, 3, 4, 5, 6, 7, 8. Belə açıq düz olanda, düz vəziyyətdə, yəni qapalı fiqur deyilsə, say həmişə bir artıq çıxır. Niyə? Çünki biz birinci ağacı əkirik, sonra ölçməyə başlayırıq deyə o artıq olur. Yəni 70 metrənin hər 10 metrədən bir ağac əkəndə neçə ağac düşür? 8. 70 ona biləndə amma 7 düşürdü. Onda məsələn, deyək ki, 150 metr məsafəyə 30 metrdən bir ağac əksəz, neçə ağac düşəcək? 6. Bəli, bir artıq olur da. Düzdürmü? Bəli. İndi uşaqlar, bir düz bucaqlı çəkirəm. Tutaq ki, bunun eni, məsələn, olsun 12 metr, uzunu olsun 18 metr. İndi bu düz bucaqlı şəklində bir sahə var. Bunun ətrafına ağaclar əkməliyəm. Künclərdən başlayaraq əkməliyəm. Özdə bərabər məsafədə əkməliyəm. Künclərə ağaclar düşməlidir. İndi məsafə də bərabər olmalıdır. İndi biz məsafəni necə seçək ki, bunun uzunluğuna da bərabər məsafəyə ağaclar düşsün, eninə də bərabər məsafədə ağaclar düşsün. Necə seçək o məsafəni? Nə düşünürsünüz o vaxtda? Bax, uzunluğu 18. 18, 12 neyək? Toplasaq. Niyə toplayırıq? Yox, bax deyirəm ki, bərabər məsafədə ağaclar əkilməlidir. İndi siz o məsafəni elə seçməlisiniz ki, 18 metrdə bərabər məsafədə bölünəndə ağacda artıq əksik qalmasın, 12-də. Yəni 18 və 12-nin bölündüyü ədəd olmalıdır. Yəni 18 ilə 12-nin nəyi olmalıdır? Əbobu. Neçədir 18 ilə 12-nin əbobu? 6. Başa düşdünüz? Deməli biz 18 və 12-nin əbobu neçə tapdıq? 6 tapdıq. Onda bizim ağaclarımız 6 metrəyə düşməlidir. Başa düşdünüz? Bax, 6 metrədən bir ağac əksəm, bir ağacı bura əkəcəm. Birini bura əkəcəm, birini bura əkəcəm. 6 metr düşəcək də məsafəmiz. Düzdür? Burada olacaq bir ağac bura, bir ağac bura. 6 metr, 6 metr, 6 metr. Bir ağac bura, bir ağac bura, bir ağac bura. Sonra bir ağac bura, 6 metr. Bir ağac bura, biri bura, biri bura. Gəl ağacları sayaq. Demək, ağaclarımızı saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ağac elədik. Uşaqlar, bu düz bucaqlı şəklində olan bir sahəni, bu düz bucaqlı bir tərəfdən kəsib düz açsaq bir düz xətt alınar da, yuxarıdakı forma alınarmı? Babu. Onun uzunluğu bu düz bucaqlının perimetrini verər da bizə. Yəni bunun perimetri olar 18-in sonucu 30, 60.
Düzdür? Deməli bunun cəmsi uzunluğu, ətrafın uzunluğu 60 metrdir. Və biz hər 6 metrdən bir ağac əkdik. Neçə dənə ağac oldu? 60-ı böldük 6-ya 10 dənə. Düzdür? Sayılarında da 10 dənə tapmışdıq da. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə tapmışdıq. Deməli fiqur qapalı olanda uşaqlar orada artıqlıq yaranmır. Başa düşdü? Çünki hər bir ağaca görə ölçürük də. Bunu bura əkdik, buradan ölçdük. Bunu saymadı, amma bunu bu tərəfdən ölçürük də. Yəni bura ağacı əkdik, sağdan 6 metr ölçdük, amma sonra bunu bu tərəfdən ölçmüş oluruq axı. Burada artıqlıq yaranmır. Yəni qapalı fiqurda nə edirik? Ümumi perimetri tapırıq, bölürük sayına. Sayına deyəndə yəni əbobuna da. Bildiniz, düz olanda, düz xətt boyunca əkəndə bir artıq çıxardasınız həmçinin. Bu həmçinin ağac kəsiminə də aiddir. 76-ya baxaq indi biz. 76. Nə yazıb orada? Ölçüləri 54 metr və 72 metr olan düzbucaqlı şəklində kiçik parkın ətrafına onun sərhədləri boyunca bir-birindən bərabər məsafələrdə künc nöqtələrindən başlayaraq hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bərkidilib. Bu dirəklərin alınmasına ən azı neçə manat xərclənir? Demək bir düzbucaqlı şəklində parkdır. Şöyle dirəklərin alınmasına pulun az çıxması üçün o dirəklər arasında məsafəni mən geniş götürməliyəm ki, yəni dirəklərin arasında məsafəni çox götürməliyəm ki, dirəklərin sayı az olsun və daha az xərcim çıxsın. 54 metr bunun enidir, 72 metr uzun. İndi biz neyniyək? 54 ilə 72-nin əbobunu tapaq görək. Ən böyük hansı məsafədə əkə bilərik ki, bunların hər ikisini bərabər məsafədə bölgü apara bilək? 54 ilə 72-nin əbobunu tapırıq. 18 eləmir ki? 18 edir, düzdür? Deməli biz 18 metrdən bir ağac əkməliyik. Aydındır? Neçə metrdən bir? 18 metr. Görək bura neçə metr məsafə var? 72 bura, 54 bura, 72 də bura. Perimetrini tapaq görək, bunun cəmsi uzunluğu nə qədərdir? 54 üstə gəl 72. Topladıq, vurduq 2-yə. Perimetrini tapanda 2 vurulsun 6, 12, 126, 252. Deməli biz 252 metr məsafəyə 18 metrdən bir nə əkməliyik? Dirək bastırmalıyıq. Neyək? 252-ni bölək 18-ə düşür 14. Cavab oldu 10. Burada üstünə bir gəlmirik. Niyə? Çünki bu park qapalı fiqurdur da, düzbucaqlı formasındadır. Başa düşdünüz? 14 ağac. Bizə deyir ki, neçə manat pul xərclənib? 50 manat idi biri. 14-ü də vururuq 50-yə. 700 manat bu dirəklərə pul xərclənmiş olacaq. Həmçinin 77 də eyni o qayda ilə yazılacaq. 78-ə baxaq. 78. Nə deyir orada? A və B natural ədədlərinin sadə vurğulara ayrılışı kimidir? Əbob verilib, MNK hasilini tap. Yaxşı. Bunu səliqəli sağ tərəfdən yazaq. A bölü 2 üstü M, 3 üstü 5, 7 üstü M. B'ni də yazaq. 2 üstü 3, 3 üstü K. 7 üstü 4, 5 üstü 2. Əbob A, B. 2 üstü 2. M vurulsun, N vurulsun, K'nı tap. Uşaqlar, burada biz demişdik ki, əbob olanda, əbobda eyni vurğulardan üstü kiçik olan götürülür. Də eləmi? Baxın, əbobu tapıblar. 2 üstü 2 götürüblər, bax. Burada 2 üstü 3-dürsə, onda bu biri 2 üstü 2-dir. 2 üstü kiçik olan götürülür. Yəni, M-i tapdıq neçə? 2. Aydın oldu mu necə? Bax,
Burada 2 üstündə 3-dür. Burada 2 üstündə m-dir. Əgər əbobda 2 üstü 2 eləyibsə, deməli üstü kiçik olan budur da. Sonra 3-lərdən burada 3 üstü 5-dir. Burada 3 üstü k-dır. K4'tür. 3 üstü 4 seçiblərsə, deməli k4-dür da, üstü kiçik olandır. 7-lərdən də 7 üstü 3-ü seçiblər. Burada 7 üstü 4-dürsə, bu 7-nin üstündəki n 3 olmalıdır. Çünki üstü kiçik olan götürülür. 5 B-də var, A-da yoxdur. O əboba aid deyil. Yəni hər ikisinə deyil. MLK hasini soruşur. Neçə eləyir? 24. 2 4 8, 8 dəfə 3-ün 24. Başa düşdünüz? Bu 78 olsun. 79 da eyni onun kimi olacaq. 80. Nə deyir 80-də? Döşəməsi kvadrat formasında olan otağın döşəməsinin tərəflərinin uzunluğu ən azı neçə metr olmalıdır ki, onu ölçüləri 40-56 olan düzbucaqlı formasında kafellərdən itkisiz istifadə etməklə tam örtmək mümkün olsun. Baxın, bir otaqdır, otağın döşəməsi, yəni yeri də kvadrat formasındadır. Bunu kafellərlə örtmək lazımdır. Kafelin ölçüsü 40 santimetrin 56 santimetrədir. Demək, eni 40 santimetrdir. Uzunu 56 santimetrdir. Bu balaca kafellərlə bu otağı örtmək lazımdır. Amma itkisiz. Yəni itkisiz olmalıdır. Onda bu kvadratın tərəfi necə olmalıdır? O kafelləri belə-belə düzəcəyik. Bax, belə-belə düzəcəyik bura. Bu şəkildə düzəcəyik. Təxminən bu formada düzəcəyik. İndi fikir verin uşaqlar. Demək ki, bax, yuxarı tərəf 56, 56, 56, 56 gedəcək. Bu bir aşağı tərəf isə 40, 40 belə gedəcək, düzdür? Onda biz kvadratın tərəfin elə bir ədəd götürməliyik ki, həmin ədəd kvadratın bütün tərəfləri bərabərdir axı. Və burada itki qalmaması üçün o kvadratın tərəfi 56-ya da bölünməlidir. Neçəyə də bölünməlidir? 40'a da bölünməlidir. 40-a da bölünməlidir, 56-ya da bölünməlidir ki, biz onu itkisiz otağın döşəməsini örtə bilək. Əkobun. Yox, əbobun tapmalıyıq. Əkob nə idi? Yox, əkob tapmalıyıq da 56-ya da bölünsün, 42-yə də bölünsün da əkobun tapmalıyıq. Çünki 40-ın da 56 bildiniz niyə əkobun tapmalıyıq? Çünki 56-ya da bərabər bölünməlidir, 40-a da bölünməlidir da. 42, 20, 2-yə bölünür 10, 2-yə bölünür 5, 5 də 5-ə 1. 56-ya 2-yə bölünür 28, 2-yə bölünür 14, 2-yə bölünür 7, 7 də 7-yə 1. Əkob deməli 2-ləri götürdüm, 5-i götürdüm, bir də 7-ni. 10, 2 də 5-in 10, 28, 280. Nə soruşurdu? Tərəflərin uzunluğu ən azı neçə metr olmalıdır? 280 santimetr. Yəni 2,8 metr olmalıdır ki, ən azı bu kvadratı itkisiz kafellərlə döşəmək, bəzəmək, örtmək olsun. Başa düşdünüz? Bu da bizim 80-ci sualımız. Həmçinin 81 də eyni bu qayda ilə gedəcək. 82-ni bəyəxlarım yazdıq da. Bax, əkob olanda üstü böyük olanı götürürdü. Bax, 2 üstü 6 götürülübsə, burada 2 üstü 4 isə, burada M6 olmalıdır. 6 olmalı. Üstü böyük olan. 3 üstü 3 seçilib. Burada 3 üstü K'dır, burada 3 üstü 2'dir. Deməli, K 3'dür. Böyük olandır da. 5 üstü 5'dir. 5 üstü 6 seçilib. 5 üstü N'dir. N onda 6'dır. 7 üstü P'dəki 7 üstü 3 seçilibsə, elə P 3'dür. Yəni 7 bu birisində yoxdur. Toplayırıq. 9, 9, 18. Bildiniz onu
Bu da 83 də eyni o qaydadır. 84. Bax, üç bucaqdan söhbət gedir. Qapalı fiqurdur da, üç bucaqda. Deməli, burada da yenə perimetri tapıb bölməliyik. Ölçüləri 48, 60, 60 olan üç bucaq şəklində bağın ətrafına onun sərhədləri boyunca künc nöqtələrindən başlayaraq bir-birindən bərabər məsafələrdə olmaqla ağaclar əkilməlidir. Bunun üçün ən azı neçə ağac əkmək lazımdır? Uşaqlar, ağacların sayının az olması üçün ağaclar arasındakı məsafə çox olmalıdır da, belə deyək. Çünki nə qədər geniş məsafə olsa, o qədər az ağac düşəcək. Bizə də deyir ki, ən azı neçə ağac lazımdır? Ən azı neçə ağac lazımdır? Nə oldu? Uşaqlardan yenə çıxan var. Altmış, 48. Deməli, bunun künclərdən başlayaraq ağaclar əkməlidir. Deməli, biz elə bir ədəd ölçü seçməliyik ki, 60 da 48 də bölünsün də həmin ədədə ki, biz eyni bərabər məsafədə ağaclar əkə bilək. Onda biz 60 ilə 48-in nəyini tapmalıyıq? Əbobun. 60 ilə 48-in əbobu neçədir? 12 deyilmi? Deməli, bizim ağaclarımız 12 metrdən bir əkiləcək. Yəni, ən uzaq məsafəmizi 12 seçə bilərik ağaclar arasında məsafəni. 12-dən o tərəfə seçsək, məsələn, 48 bölünsə 60 bölünməyəcək. 60 bölünsə 48 bölünməyəcək və bunlar arasında məsafə bərabərliyi pozulacaq. Onu ən çox məsafəni 12 götürə bilərik. Məsafəmizi 12 götürdüksə, perimetr neçədir? 120, 168 metr məsafədir. Görə 168-də neçə dənə 12 var? Hər 12 metrdən bir ağac əkirik də. 16-da bir dəfə, 48-də 4. 14. Buna da 14 dənə ağac əkmək olur. Həmsində 85. Qapalı fiqurda üstünə bir gəlmirik də. 86. Görək 86 nə deyir? Usta bir gündə 4. Onun köməkçisi isə 2 stul hazırlaya bilir. Onlar başqa iş görmədən bir neçə günə cəmi 72 ədəd stul hazırladılar. Bu stulların neçəsini usta hazırlamışdır. Deməli, usta 4 dənə hazırlayır günə. Köməkçi 2 dənə. Bunlar deyir, neçə günsə işləyiblər də, bir neçə gün. X gün işləyiblərsə, usta 4x dənə detal düzəldəcək, stul. Şagirdi 2x dənə. Və bunların cəmsi 72 dənə hazırlayıblar da. 6x bərabər 72. Tənlikdə x bərabər 12. X 12-dirsə, usta günə 4 dənə hazırlayır axı. 12 günə 48 dənə. 87 deyilədir. Keçdi 88-ə. İşte 8-də də nə verib? 100k plus 47-də k üstəgəl 2 kəsirini tam ixtisar etdikdə m-də n kəsiri alınır. Əkob m üstü 5, n üstü 5, 7 üstü 10 olarsa, m üstəgəl, n üstəgəl k cəmini tap. Sonra kəsirin tam ixtisarı nədir? Başa düşürsünüz onu. Yəni, kəsiri tam ixtisar ediriksə... Necə? En sonda heç bədədə bölümündə qarşılıqlı ifadə olur. Ay, sağ ol. Yəni, kəsiri tam ixtisar eləyiriksə, yəni ixtisar olunmayan kəsir alınana qədər kəsir ixtisar olunur və buna deyirik kəsirin tam ixtisarı. Yəni, alınmış kəsirin surəti və məxrəci qarşılıqlı sadə olur. Bax, bu ifadəni deyir ki, tam ixtisar etdikdə n-də n kəsiri alınır. Onda m ilə n necə ədəddir? Qarşılıqlı sadə. Çünki daha ixtisar olunmur da, qarşılıqlı sadədir. Daha ixtisar getmir. Yazıb əkob m üstü 5, n üstü 5 bərabərdir 7 üstü 10. Uşaqlar, qarşılıqlı sadə ədədlərin əkob onların hasilidir axı. Yəni m-dir hasili. Üstlərində də 5 olanda olur m üstü 5, n üstü 5 də olur. Bunların hasili. Aydındır mı? Bərabərdir 7 üstü 10. Mən bunu m vurulsun n, mötərizənin üstü 5 yaza bilərəm də.
hasili qüvvətə yüksəldəndə hər bir vurğu qüvvətə yüksəldə bilirəm. 7 üstü 10-u da 7 üstü 2 üstü 5 yazıram. Çünki qüvvət üstlərini eyniləşdirirəm. N vurulsun N üstü 5 bərabərdir 49 üstü 5. Bu şəkildə yazdım. Üstlər eynisə əsaslar eyni olmalıdır. Onda M-i N-ə vuranda neçə eləməlidir? 49 eləməlidir. Uşaqlar, burada da yazıb ki, tam ixtisar etdikdə M-də N kəsir alınır və demişdik ki, M-lə N qarşılıqlı sadədir. İndi vuranda 48 eləyən ədəd, 49 eləyən ədədlər 1 vur 49-dur. Bir də ki, 49 vur 1. Bir də 7 vur 7. Amma 7 ilə 7 qarşılıqlı sadə olmadığına görə biz bu ədədlərdən birini 49 seçirik. Birini 1 seçirik. Onda M-i N-i tapdıq. M oldu 49. N oldu 1. İndi bax burada K natural ədəd olduğuna görə uşaqlar 100K plus 47-nin K üstə gəl 2-dən böyük olduğu görünür. Yəni məxrəc sürətdən böyükdür. Ona görə M-i 49, N-i 1 götürdüm mən. Yəni M-i 1, N-i 49 götürmədim. Qaldı K-nı tapaq. Aparaq ki, yuxarıda yerinə qoyaq, K-nı tapaq da. Demək K üstə gəl 2-ni 100K üstə gəl 47-yə. Buna ixtisar ediblər, nə tapıblar? 49-da 1. M-də. M-ni tapmışdıq axı. Çarpazlasam 49K üstə gəl 98 bərabərdir 100K üstə gəl 47. K-ları sağ ədədləri sola keçirdirəm. 98 çıxılsın 47 bərabərdir 100K çıxılsın 49K. Nə qalır? 51 bərabərdir 51K qalmır ki. K bərabərdir 1. 1. K-nı tapdıq 1. Hə. K-nı 1 tapdıq. Bizə nə soruşur? M üstə gəl, N üstə gəl K. M-i 49 tapmışam, N-i 1 tapmışam, K-nı da 1 tapdım. 51. Başa düşdük. Sonra 89. 0 kiçikdir A kiçikdir B və əkob A faktorial B faktorial üstə gəlsin əbob bərabər 7 olarsa A üstə gəl B cəmini tap. Faktorialı bilirik də. Ceyhun, sən bilirsən faktorialı? Xeyr, müəllim. Faktorial 1-dən n-ə qədər ədədlərin hasilidir. Məsələn, 5 faktorial deyəndə bu 1-dən 5-ə qədər olan ədədlərin hasilinə deyilir. 5 faktorial 1 vurulsun 2, vurulsun 3, vurulsun 4, vurulsun 5. 4 faktorial, yəni bu nida işarəsilə riyaziyyatda biz faktorial deyirik. 4 faktorial 1 vurulsun 2, vurulsun 3, vurulsun 4. Məsələn, 6 faktorial 1-dən 6-ya qədər ədədlərin hasilinə deyilir. İndi burada yazıb ki 0 kiçikdir A kiçikdir B. Yəni 0 A-dan da kiçikdir, B-dən də kiçikdir. Yəni A və B müsbət ədəddir, həm də A B-dən kiçikdir. Bu şərti nəzərimizdə saxlayaq. Uşaqlar, A B-dən kiçik şərti nəzərimizdə saxlayırıq mütləq. Niyə? Çünki bax burada qeyd eləmişəm 6 faktorial 1-dən 6-ya qədər ədədlərin hasili oldu. 5 faktorial 1-dən 5-ə qədər ədədlərin hasili oldu. Bunlardan hansının bölənidir? 6 faktorial. Hansının bölənidir? Böləni. 5 6-nın faktorial. Bəli. 5 faktorial 6 faktorialın bölənidir. Düzdür? Çünki buradan 1-dən 5-ə qədər ədədlər bölünür, 6 da hələ qismətə düşür də. 5 6-nın böləni. Burada da şərt verir baxın, A B-dən kiçikdir. Onda əkob A faktorialla B faktorialın əkobu nə eləyər sizcə? 1. Bax. 6. Yox, bunu özümdən yazmışam. Mən bunu siz ora nəyə qarışdırdınız ki? 5 faktorial dedik, 6 faktorialın nəyi idi? Böləni. Kiçik böyüyün böləni olur da. Düzdürmü? Burada da A B-dən kiçikdirsə, A faktorial B faktorialın bölənidir. Yəni əkobumuz B faktorial eləyəcək. A faktorial. Çünki A B-nin bölənidir. B bərabərdir 7. Başa düşdünüz?
Uşaqlar verib ki, şərtdə verib ki, A B-dən kiçik idi. Uşaqlar 2 dənə faktorial toplanmışam 7 eləyib. Özü ki burada natural ədədlərdən söhbət gedir də. Çünki faktorialda ancaq naturallardan danışılır. Yəni 5 faktorial, 3 faktorial. İndi gəlin araşdıraq görək. A-nın yerinə neçə yazaq, B-nin yerinə neçə yazaq. A B-dən kiçikdir. Və bunu bilirik. Yəni məsələn, A-nın yerinə deyək ki, 1 faktorial yazsam, B-nin yerinə 2 faktorial yaza bilərəm. B A-dan böyük. 3 faktorial yaza bilərəm. Baxın, 3 faktorial nə eləyir? 1 vurulsun, 2 vurulsun, 3. Eləyir 6. 1 faktorial da elə 1 eləyir də. 6 üstə 1 7 eləyirmi? Bəli. Deməli A 1-dir. B də 3-dür. Yəni bunu belə tapırıq. A plus B cəmi olur 4. 4. Bildiniz? Faktorial, yəni A B-dən kiçikdirsə, A faktorial 1-dən A-ya qədər ədədlərin hasilidir. B faktorial 1-dən B-yə. 1-dən B-yə qədər ədədlərin hasili içərisində 1-dən A-ya qədər olanlar var axı. Ona görə A B-nin böləni olur. 91. (91'e baxın. Əbob A plus B A çıxılsın B bərabərdir 1. A çıxılsın B bölünsün A üstə gəl B bərabərdir 20 bölünsün 28. Şöyle kiminsə nəsə fikri varsa bildirə bilər. Əkob A B. Hə, kimsə məsələ barədə nəsə fikir yürütmək istəyirsə deyə bilər. Narahat olmayın. Mən sizi dinləyim, görə fikriniz doğru fikirdirsə elə sizin fikrinizlə də yazın. Hə, burada kimin nə fikir var desin. Narahat olmayın. Müəllim, əgər əbob 1 eləyibsə, yollar qarşılıqlı səbəbdədir də, yəni. Bəli. Əbob 1 eləyibsə. A plus B-dən A çıx B qarşılıqlı sadə olmalı. Onda biz 28-ə 20-ni neyniyək? İxtisar eləyək ki, qarşılıqlı sadə olana qədər. 4-ə ixtisar eləyirəm, 7-də 5 qalır. İndi 5 ilə 7-yə qarşılıqlı sadə deyə bilərik. Bəli. Onda A çıx B-yə neçə deyirik? A çıx B-yə 5 deyirik. A üstə gəl B-yə 7 deyirik. Sistemi alıb toplamasını həll eləsək. 2 A bərabərdir 12, 6. A-nı tapdıq 6. A-nı 6 tapdımsa, altdan 1 çıxsam 5 qalar da, B-ni də 1 tapdım. Əkob AB-ni soruşur. Deməli, 6 ilə 1-in əkobu elə 6 olacaq. Çünki 1 istənilən ədədlə qarşılıqlı sadədir. 92 deyin o qayda ilə gedəcək. 93. Görək 93-də nə deyir uşaqlar? Uzunluğu 54 metr, eni 42 metr olan düzbucaqlı formalı bağ sahəsinin perimetri boyunca hasar çəkilməlidir. Bunun üçün aralarındakı məsafələr bərabər olmaq şərti ilə dirəklər bastırılmalıdır. Qonşu dirəklər arasında məsafə ən çox nə qədər ola bilər? Və bu zaman neçə dirək lazım olacaq? Bayaqki məsələdir də. Onda 54 ilə 42-nin nəyini tapmalıyıq? Əbobun. Evet, əbobun tapırıq. Çünki elə bir məsafə olmalıdır ki, 54-də bölünsün. Yəni bir düzbucaqlı şəklində bağın ətrafına hasardırsa, bura 54 metrdir, bura 42 metrdir. Deyək ki, bu dirəklər bərabər məsafədə bastırılsın. Bərabər məsafədə bastırılacaqsa, yəni bu 54-ü də bərabər hissələrə bölməliyəm. Yəni elə bir məsafə seçməliyəm ki, 42-ni də həmin məsafədə bölə bilim. Ona görə onların əbobunu tapmalıyam ki, alınsın da. 42 ilə 54-ün əbobu 6 eləmir ki. Hər ikisi 6-ya bölünür də, düzdür? Yəni 6 metr məsafə seçsəm, 54 metrin 9 dirək bastıracam, alınacaq da. Yəni 9 yerə böləcəm. 42 metrdə 7 yerə böləcəm. 6 metrdən bir məsafə düşəcək. Bizə deyir ki, ən çox nə qədər ola bilər məsafə? 6 metr, düzdür? Və deyir, neçə dirək lazım olacaq? Perimetrini tapıram. Görüm cəmsi nə qədər uzunluğu var bunun. 42 üstə 54.
96, 2-yə vurdum 192 metr. Deməli 192 metr ümumi məsafəmiz var. Hər 6 metrdən bir ağac əksək 19-da 3 dəfə 18, 12-də də 2 dəfə 12. Neçə dənə? 32 dənə də birəyə basırıq. 6 metrdən də 1. 94-də eyni bu qayda ilə davam eləyəcək. Keçdik 95-ə. Nə deyir 95-də? Anar və Rəşad kitablar aldılar. Anarın aldığı kitablara 108 manat. Yazaq. Anar 108 manat kitaba pul verib. Rəşad isə bundan 24 manat az pul xərcləyib. Rəşad 24 çıxırıq. Neçə qalır? 84 qalırmı? Aha. Xərclədi. Bütün kitabların qiyməti eynidir və manatla tam ifadə olunur. Yəni qəpik yoxdur da kitablarda, manatla ifadə olunur. Bir ədəd kitabın qiyməti ən çoxu neçə manat ola bilər? Uşaqlar, əgər bu bütün kitablar manatla ifadə olunursa, bəli, o 108 də 40, 84 də bölünməlidir. Başa düşdünüz? O məbləğə bölünməlidir ki, tam manatla alınsın da. Manatla ifadə olunsun. 108 ilə 84-ün əbobu neçə olar? 12-yə gəlin tapaq da. 108-i 84-ü bölürəm. 108 2-yə bölünür 54. 2-yə bölünür 27. 3, 3, 3. 84 2-yə bölünür 42. 2-yə bölünür 21. 3, 7. Deməli, əbob 2, 2, bir də 3. 4 vur 3, 12. Deməli, bir kitab ən bahası neçə ola bilər? 12 manat. 12. Deyir, bu zaman Anar və Rəşad hərəyə neçə kitab almış olacaq? Anarın 108 manat pulu çıxmışdı. 12 manatdan kitab alıbsa, bunun 8 kitab, 108 12-yə böləndə neçə qalır? 7. Hə? Yox. 7. Kitab neçə oldu? 12 manat. 9. Hə, 9. 9. 9 qalır. Bu da 9 olur. Böyrükdən. 7 kitab Anar. Yox, Anar nə qədər almışdı? 108 manat vermişdi. Anar 9 kitab alıb. Rəşad 84 manat vermişdi. 7 kitab alıb. Hı. Başa düşdünüz? Bəli. 95-ci sual. 96 da eyni sualdır. 97. Nə deyir 97-də? Traktorun ön və arxa təkərləri, radiusları 2 metr və 3 metr olan dairə formasındadır. Əgər təkərlər üzərində A və B nöqtələri yerlə təmasda olarkən traktor hərəkətə başlayarsa, ən azı neçə metr yol getdikdən sonra ilk dəfə A və B nöqtələri yenidən eyni anda yerlə təmasda olar. Uşaqlar, bu bilirsiniz nəyə oxşuyur? Addım məsələsinə. Hə. Yəni, biri balaca addım atır, biri böyük addım atır, amma nə vaxtsa üst-üstə düşürdü də. Düzdür? Bu addım məsələsidir. Və traktorun təkəri bir tam dövr eləyəndə nə qədər yol gedir? Bir tam dövr eləyəndə. Yəni, təkər bir tam dövr eləyirsə, baba A nöqtəsini görürsünüz, bu A-nı. Fırlanıb A nöqtəsi yenə yerə dəyirsə, o təkər nə qədər yol gedər? Dairənin uzunluğu. Ay, sağ ol, bəli. Çevrəsinin uzunluğu qədər yol gedər. Onda bu qabaq təkərin radiusu 2 metrdir. Pi-ni də 3 verib. Uzunluğunu tapaq. Çevrənin uzunluğu 2 pi-yerdir də, düzdür? 2 vurulsun 3, vurulsun 2. Elədir 12 metr. Demək, balaca təkər, ön təkər 12 metr məsafə qət eləyir bir tam dövr eləyəndə. Böyük təkər isə 3 vurulsun 3, vurulsun 2, o da eləyir 18 metr. 18. Deməli,
bu nəyə oxşadı? Elə bil ki, birinin addımı 12 metr, birinin addımı 18 metr də bu formaya oxşadı da. İndi bunlar A və B nöqtələri nə zaman eyni yerə düşmüş olacaqlar, eyni vaxtda yerə dəymiş olacaqlar? Biz bunları nəyi tapacağıq? Əkobun. 12 ilə 18-in əkobunu tapmalıyıq ki, 36 idi. Yəni demək 36 metr məsafədə böyük təkər 2 dəfə fırlanacaq, balaca təkər 3 dəfə fırlanacaq və A nöqtəsi ilə B nöqtəsi yerə dəymiş olacaq. Bəli. Bildiniz? Həmçinin də 98-də eyni qaydadır. Baxırıq 99-a. 99 da elə bayaqki məsələlərdəndir. Uzunluğu 40 cm, eni 32 cm olan düzbucaqlı formalı vərəqdən elə bərabər kvadratlar kəsilməlidir ki, vərəqin hər hansı hissəsi artıq qalmasın. Bu kvadratların tərəfinin uzunluğu ən çoxu neçə ola bilər? Şöyle demək bir vərəqdir. 40 cm uzunudur, 32 cm enidir. Bundan kvadratlar kəsilməlidir. Kvadratın bütün tərəfləri bilirik ki, bir-birinə bərabərdir. Onda biz elə bir ölçü seçməliyik ki, 40-da bölünsün, 32 də bölünsün. Çünki kvadrat bərabər olmalıdır axı. Deyir ki, bu kvadratların tərəfin uzunluğu ən çoxu neçə ola bilər? Şöyle kvadratların tərəfi uzunluğu çox olması üçün daha az kvadrat götürməliyəm də, düzdür? Bəli. 40 ilə 32-nin əbobu neçədir? 8. 8. Əbobun 8 götürsəm, onda uzunluğuna 5 kvadrat yerləşər, düzdür? 4. Kvadratın tərəfini 8 cm götürsəm, eninə 4. Yəni kvadratın tərəfini çox götürürəm də. Əslində kvadratın tərəfini 4 cm-də götürə bilərəm ha. Uzunluğuna 10 kvadrat gedər, eninə 8 kvadrat gedər. Amma bizə deyir ki, kvadratın tərəfi çox olsun, kvadratın sayı yox. Kvadratın tərəfi çox olması üçün kvadratların sayı az olmalıdır. Ona görə bu əbob məsafəyi də ölçü. Ona görə ən böyük ortaq böləni seçdim. Demək, 8-in 5-i bura gedəcək, 4-ü də bura gedəcək. Neçə dənə kvadrat olacaq? 4-ün 5-i olanda 20 kvadrat eləyir də. 20 kvadrat. Düzdür? 8 cm eləyir. Birinin tərəfi 8 cm-dən 20 dənə kvadrat gedəcək. Neçə idi bu? 100. Yox. 99. 99 idi. Burada eyni sözü soruşurdu. Hə. Mən səhv baxdım burada. 101. 101. Rəfdəki kitabları 4-4, 5-5 və ya 8-8 dəstələyib bağlasaq, hər dəfə bir kitab artıq qalar. Bu bayaqki məsələdir. Yəni 4-ə, 5-ə, 8-ə böləndə qalığı neçə verməlidir? 1. 1. Əçob 4, 5, 8. Çünki deyir, 5, 8. kitabları 4-4 də qruplaşdıranda, 5-5 də, 8-8 də qruplaşdıranda bir kitab artıq qalırsa deyirdik. Əçobu tapıb üstünə 1 gəlirdik. 4, 5, 8 idi orada. Hə, bunların əçobu neçə edir? 40 eləyirmi? Evet. Onun üstünə də 1 gəlirəm, 41. 41. Bir dəqiqə. Hə, deməli əçob neçə elədi? 40 elədi. Sonra 40-ın üstünə 1 gəlirəm. Deməli 41 dənə. 41 dənə kitab olsa, onu 4-4 də bölsən, 5-5 də, 8-də 8 də bölsən, bir kitab artıq qalar. Amma deyir ki, 9-9 dəstələyəndə artıq kitab qalmır. Axı 41-i 9-a bölsək qalar yenə də. Onda biz bunlar üçün əçob 40 elədi, 40-ı seçmirik. 40-dan sonra neçə bölünür bunların hər üçünə? 80. 40-dan sonra 20. 40 bölünürsə 40-ın misilləri bölünür də bu ədədlərə. Yəni 41 götürdüm olmadı. İndi 80 götürsəm, üstünə 1 gəlsəm, 81 eləyir. 81 9-a bölünür. Bölünür. Deməli biz 81 kitab götürsək, 8, 8, 5, 5, 4, 4 böləndə bir kitab artıq qalacaq. 9, 9 böləndə isə artıq kitab qalmayacaq. Başa düşdünüz uşaqlar?
Bəli. Demək siz 52-dən 102-yə kimi təkrar olaraq bunları yazacaqsınız.